Salam, çox hörmətli, dəyərli Səda televiziya izləyiciləri və bütün dünya Azərbaycanlıları. Hər birinizi xoş gördük. Bildiyimiz kimi bu günləri biz 4 dost, 4 şəhid dastanını yazan şəhidlərdən olan Əsədov Səbuhi Azəroğlunun doğulduğu yurtdayıq, müqəddəs məkandayıq. Burada bizim dəyərli şəhid valideynlərimiz var, qazilərimiz var, yazarlarımız var. Yəni dövlətimizin bugünkü gün bu qələbəsində pay olan insanlardır bunlar, hər birisi. Allah sizləri hər birinizi var eləsin. İnşallah Allah bizə qismət eləsin. Bu şəhidlərimizə layiq həyat tərzi keçirək. Bunlara layiq olaq. Azər müəllim, şəhid atası, şəhid Əsədov Səbuhin ata Azər müəllimə söz verəcək. Öz şəhid balamız haqqında onun uşaqlıq vaxtından hansı xasiyyətləri ilə seçilirdi ki, bilinirdi ki, bu şəhid olacaq. Yəni bu bizim bütün şəhid balalarımızın hər birinin həyatında bu şeylər olub. Yəni erkən vaxtlarından onlar ailədə, nəsildə həmişə seçiliblər və bizim bu şəhid balamız da uşaq vaxtından hansı hərəkətləri ilə, hansı sözləri ilə seçilirdi. Buyur Azər müəllim. Çok sağ olun. Hamınız hoş gelmişsiniz. Allah köməyiniz olsun. Valla bu təsəvvüyə aid deyil, bu şəhidlərin hamısına aiddir. Uşaq vaxtlarından bunlar hamısı qoçaq, mehriban. Bunu mən bir neçə demişim burada deyir. Valla məhəllədə kim tanıyırsa deyir ki, biz heç vaxt hələ sumku ilə bir yerə gedəlməmiş. Bütlə Səbuhi gəlib Qaçvəlinin alıb aparıb evə qoy sonra qayıtmalıydı. Hamısı idmançı idilər, hamısı bir nəfər kimi. Nətər deyim, bunlar o 4 dost, 4 də kəşfiyyatçı olublar, 4 də şəhid olublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun Azər müəllim, Allah sizi var eləsin. Bildiyimiz ki, 4 dost, 4 şəhid dastanı yazan şəhidlərimiz Cəfərzadə İsrail Namiq oğludur. Aslanlı İqbal İlqar oğludur. Bir də ki, Azər müəllim danışdı, Əsədov Səbuhi Azər oğludur. Bir də Bahadur müəllim burada yoxdur, şəhid Əkbərin atası. İşlə bağlı öz bölgəsindədir, çalışır, xidmətdədir. Yəni Allah balasını da rəhmət eləsin, məqamı uca olsun. Atası da bugünkü gündə yenə də xalqımıza, dövlətimizə xidmətdədir, işlə məşğuldur. Allah sizləri var eləsin. Burada bizim 1-ci Qarabağ Savaşının qazisi Seyid Həsən qardaşımız buradadır. Seyid Həsən qardaşımız 1-ci Qarabağ Savaşında güllə yarasından sonra 7 il yataq xəstəsi olub, sonra isə özünü toparlayıb ayağa qalxıb İslam Universitetini bitirdikdən sonra da öz həyatını, xalqımızın, millətimizin maariflənməsinə həsr edib. 24 kitab müəllifidir. Yəni bunların bütün bu gözəlliklərin, bütün bu dəyərlərin fonunda gözəl insandır. Yəni bütün insani keyfiyyətləri özündə cəmləşdirən bir dəyərli qardaşımızdır. Həqiqətən də hər birimizin fəxridir. Yəni onu tanıyan insanlar həmişə istəyir ki, onunla bir yerdə olsun. Bütün şəhid məclislərində, şəhid tədbirlərində də həmişə yaxından və ürəklə iştirak eləyir. Baxmayaraq ki, özü də xəstə də olsa, əziyyət də çəksə, yəni bunlar bizim üçün nümunədir. Həqiqətən bu cür dəyərli insanlar hər kəs bunlardan nümunə götürməlidir. Seyid Həsən, buyurun siz də. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim, mehriban və bağışlayan Allahın adıyla. Çox təşəkkür edirəm, hörmətli Mahir müəllim, həm sizə, həm Səda TV-nin kollektivinə. Allah sizi var eləsin. Siz neçə illərdə bu şəhidlərin həyatlarını işıqlandırırsınız. Minnətdarım həm sizə, həm hörmətli Mehman müəllimə, həm kollektivizə. O ki, qaldı şəhidlərimizə daim vətənə, millətə xidmətli şəhidlik, ən ali olan zata itaətli şəhidlik. Allah cəmi şəhidlərimizə ruhunu şad eləsin. Bugün biz üç şəhid qardaşımızın anım mərasimindəyik. Şəhid Əsədov Səbuhi Azəroğlu Bölünün 19 yanvar 2026-cı ildə öz evində Mövlud günü qeyd olunur. Səhər-səhərdən başlanan bu məclis Bülbülə Şəhidlər Xiyabanından bura qədər davam edir. Təbii ki, hələ bir neçə anda davam edəcək. Burada dəyərli şəhid valideynləri var. Mənim fikrimi bir şəkil cəlb elədi. 4 dost, 4 şəhid. Bu 4 şəhidin hər biri haqqında mən Vətəni Sevmək İmandandır kitabında yazmışam, amma bir dəfə də Namiq əmi bunu məsləhət bildi. Allah ömür versə, ömür vəfa eləsə, bu 4-ün haqqında niyyətim də var. İnşallah ki, bir kitab ortaya gətirək. Üçün Dəmirçi Abbasın yaxşı bir sözü vardı. Deyirdi, eşit sənə deyim, dostun əsirliyin hardasına, gen günündə vurma üstün girəmələ dardasına. Həqiqi dost dar dostudur, namus, qeyrət ar dostudur, gördün dostun var dostudur, qoyma qaça ordasına. Dəmirçiyəm sözün arın darda görürüm dostun karı, kimdi kimə verən varım, dostu etibardasına. Bu dostlar həqiqətən də dostluğun birinci şərti olan o
etibar rəmzini, etibarlılığı qoruyub saxlaya bilirlər. Və bu 4 şəhidin hər birinin həm özü şəhiddir, həm də valideynləri o şəhid adına layiq olan insanlardır. Aslanlı İqbal İlqaroğlu, yəni İlqar müəllim özü doğrudan da şəhid balasının etibarını çox gözəl qoruyub saxlaya bilir və hər yerdə şəhid atası kimi qeyd olunur. O ikinci Cəfərzadə İsrail Namiq oğludur. Namiq əmi də bizim ağsaqqallarımızdan da Allah məqamını âli eləsin. Üçüncü şəhid Hüseynov Əkbər Bahadır oğludur. Allah Bahadır əmində hifz eləsin. O da haqqında Namiq əmidən, İlqar müəllimdən eşitmişəm. Və o da əsl şəhid atası adına layiq olan ağsaqqalımızdır və dördüncü şəhidimiz ki, səbəbkar Əsədov Səbuh Azəroğlu, mən burada bir neçə ildir tanıyıram və Azərov da həqiqətən o adı qoruyub saxlayan qəlbində şəhidlərə, şəhidlərin sərvərinə xüsusi məhəbbət olan ağsaqqallarımızdan biridir. Mən 44 günlük müharibədə, yəni 2783 şəhidin hamısına ruhu qarşısında baş əyirəm. Şübhəsiz ki, mən onların hamısı haqqında yaza bilməzdim. Amma 44 dənə seçdim, orada yazdım və 4 dostun 4'ü də orada gedibdi. Çox mən orada diqqət yetirdiyim evin tək övladı olan şəhidlərimizdir ki, Allah o şəhidlərimizin valideynlərinə səbir versin. Və mən bu hər şəhidin muzeyinə girəndə doğrudan bir qəlbimdə düzdür, böyle bir hərə hiss keçirsəm də, amma bunların belə düşünürəm ki, müharibə olmasaydı, yəqin ki, bu otaqlar onların bəylik otaqları olardı, övlad böyüdərdilər. Amma Allahın bildiyi məsləhətdir, Allah məqamların âli eləsin və çox da danışmaq istəmirəm. Səbuhu mənə keçən əlbəttə olanda mən eşitdim ki, bu 3 bacının bir qardaşıdır və bu məni qaytardı 94-cü il Qaradis hadisələrinə ki, mənim doğma xalam oğlu, 7 bacının bir qardaşı, Hacıyev Elxan Əmrastanoğlu da 7 bacının bir qardaşıdır. Bu günə qədər onun atası və anası onun yolun gözləyir. Baxmayaraq ki, bilirik, o şəhiddir. İyun ayının 20-sində həmişə onun ad günündə biz gedirik, onu ziyarət edirik. Amma onun məhəbbəti valideynlərinin qəlbində əbədidir. Allah bütün şəhidlərimizin valideynlərinə səbir versin. Allah məmləkətimizi yerin göyün bəlasından hifz eləsin və bu zəfəri bizə daim, bu zəfərdə bizə kömək olsun və daim müvəffəq olaq. Allah şəhidlərimizin ruhunu şad eləsin və şəhid valideynlərinin qarşısında və bu Səbuhu qardaşımızın atasının qarşısında mən bir qazi kimi baş əyirəm və onlara Allahdan uzun ömür, can sağlığı, xoşbəxt, firavan günlər arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun. Dəyərli izləyicilər, bizim qəhrəman şəhidlərimizdən olan bayaq qeyd etdiyimiz kimi şəhid İsrailin atası Namiq müəllim buradadır. Namiq müəllim də şəhid balamız haqqında öz xatirələrindən danışar. Buyurun. Çox sağ olun. Bu günləri bildiyiniz kimi şəhid Əsədov Səbuhinin mövlududur. Azər atasının evində yerləşmişdir və şəhidlər haqqında bir mövzu oldu, söhbət oldu və orada bütün şəhidlərin qabaqcadan nəyisə hiss eləməsi, nəyisə acaq olması haqqında söhbət oldu. Həqiqətən də elədir. Şəhidlər qabaqcadan bilirdilər ki, acaq olmuşdur ki, nəsə olacaq. Ona misal olaraq İsrailin günlərində olan yazıları xatırladıram. 2 ay öncə şəhid olmamışdan qabaq gecə saat 3-ə 20 dəqiqə, 18 dəqiqə işləmiş İsrail günlərində belə bir şey yazıb ki, Tanrım bir gün qismət edəcək, mən gözəl bir məkanda olacam. Oxumuşam onu və Yəni bu öz xətti ilə, öz əl yazması ilə olan bir şeydir. Yəni bugün o təsdiq edir ki, həqiqətən qabaqcadan bunlar bilirdi, agah olmuşdu bunların ki, şəhid olacaqlar. Allah ruhlarını şad eləsin, məqamlarını uzun eləsin. Bir daha hamımıza səbir diləyirəm. Çox sağ olun diqqətinizə görə. dəyərli izləyicilər, bizim dəyərli şəhidlərimizdən, qəhrəman şəhidlərimizdən olan Aslanlı İqbalın atası İlqar müəllim buradadır. Mən yadıma düşmüşkən fürsətdən istifadə edib İqbal haqqında bir hadisəni demək istəyirəm. Onu son vaxtlar eşitdim mən.
Yəni 5 ildir, 5 il yaxındır tanıyıram şəhidimizi. Amma bunu hardasa bu son 5-6 ayda eşitdim. Atasından yox, başqa bir yerdən. Yəni bizim şəhid balamız güləşçi olub, Respublika çempionu olub. Hansısa yarışların birində bilib ki, döyüşdüyü rəqibin sağ qıçı zədəlidir. Və ona deyiblər ki, sən müdaxilə eləsən bunun sağ qıçından qələbə salarsan. O əksinə bilə-bilə ki, bunun sağ qıçı zədəlidir, amma həmin sağ qıçına müdaxilə eləmir. Və onunla belə də qələbə də çalıb, söz yox. Bu xatırladır bizə, şey desəm, bu haqda geniş mövzu da yazmışdım. Bu böyük bir mövzudur. İnşallah qismət olar, o haqda da danışarıq. Bizim pəhləvanımız Həbibi haqqında da belə bir şey təşkillanıb. Bax, görün, bizim şəhidlərimiz təkcə o, necə deyirlər, döyüş meydanında, hərb meydanında qəhrəmanlıq göstərməyib. Həm də bunların içində olan o mənəviyyat, böyük mənəviyyat olub. Bunların dostluğuna gəldiydi. Allah rəhmət eləsin. İsrail balamız şəhid yoldaşlarının birinin kimliyin taxıb yaxasına, digərini isə qanlı köynəyin geyib, deyib ki, mən şəhid olana qədər bu düşmənlərlə vuruşacam, şəhid olana qədər dostlarımın, qardaşlarımın qisasını alacam, son nəfəsə qədər. Və elə də olub. Qardaşları, dostları, yəni ki, bu dörd şəhidə aid edirəm, yəni bu sözləri ki, yəni onların şəhadətindən 17 gün sonra özü şəhid olub. Həmən 17 gündə də çox böyük qəhrəmanlıqlar göstərib. Yəni bunlar hamısı tarixdir, bilirik. Amma biraz vaxt etibarı ilə hər şey burada danışa bilmirik. Bunlar da danışmışıq vaxtı ilə. İnşallah qismət olar, yenə də danışarıq. Zaman baxımından burada bizim dəyərli insanlarımız var. Azər Hacıbəyli müəllim buradadır, Azər müəllim buradadır. Bizim dəyərli yazarımız. Yəni ki, Azər müəllim də o insanlardandır ki, sözdə yox, əməli şəkildə, əyani şəkildə o necə deyirlər, öz dövlətimizə, dövlətçiliyimizə xidmətdədir, həm də həmişə şəhid ailələrinin yanındadır. Şəhidlərimiz haqqında kitabların çıxarılmasında, şəhidlərimizin təbliğatında, ümumiyyətlə insanlarımızın həyatda düz mövqe tutmasında, yəni maariflənməsində, yəni dövlətə necə qulluq olunmalıdır, yəni dövlətçiliyimizə necə sadiq olmalıyıq, cavanlarımıza, yeniyetmələrimizə və hər birimizə bütün tədbirlərdə mən görürəm ki, həmişə sağ olsun, gözəl təbliğat aparır. Yəni ölkəmizi, insanlarımızı, hamını birliyə çağırır. Yəni belə bir dəyərli insanlardandır. Allah sizin kimi dəyərli qardaşlara can sağlığı versin. Azər müəllim, sizə sonda söz verəcəm. Allah köməyiniz olsun. Çünki sizin sözünüz çoxdur. Allah elmizə, zehnimizə bərəkət versin. Bizim burada Zaman qardaşımız var, şəhidsever qardaşımızdır. Zaman da bütün şəhid tədbirlərində görürəm. Mən sizin durumları da izləyirəm. Həmişə görürəm ki, bütün şəhid ailələrinin yanındadır. Allah sizləri, qardaşı təzə görmüşəm. Elmar da şəhidseverdir. Sizinlə bir yerdə gəzdirilmişim deyəsəniz, yoxsa? Yox, maşallah. Səhifəsi də var. Allah canı. Onda birinci qardaşa söz verək. Sonra sizdən sonra Azər müəllim. İlqar müəllim əsasən. Buyur, bağışlayın. Görmürəm danışan. Mən də salamlayıram sizi. Xüsusən Sədat evini, yəni bunu hər şəhid məclislərində görürük. Hacı Mahir qardaşımıza təşəkkür edirik ki, çəkib işıqlandırırsınız. Biz də bu günləri Biləsuvardan gəlmişik. Sabuhu balamızın mövluduna. Əslində, Sabuhu balamızın biz 5 ildir tanıyırıq. Yəni bizim İqbal balamızın dostudur. Biz də o ailəni özümüzə dost bilmişik. Bu günləri həmin dostluğu davam elətdiririk. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bizim də balalarımız onların içərisində. Şəhid haqqında danışmağı mən elə bilirəm ki, yəni şəxsən mən özümdə deyirəm, məndə o cəsarət yoxdur. Yəni ki, şəhidin haqqında danışa biləm mən. Allah məqamlarımızı eləsin. Amin qardaş. Çox sağ olun İlqar müəllim. Dəyərli izləyicilər, bayaqları qeyd etdiyimiz kimi Azər müəllimə söz verəcəyik. Azər Hacıbəyli, dəyərli yazarımız buradadır bizim. Buyurun Azər müəllim. Dəyərli soydaşlarımız, bugün biz müqəddəs bir ocaqda toplaşmışıq. Şəhid Səbuhi Əsədov Azəroğlunun doğum günüdür, anadan olduğu dünya göz açdığı gündür. Bu tarixi gündə göz açmış, dünya göz açmış bir vətən övladı, bir ailənin övladı, böyük Azərbaycanın övladı oldu. Biz 44 günlük müharibədə tarixi bir zəfərə imza atdıq Azərbaycan xalqı olaraq. Amma zaman bizi o tarixdən uzaqlaşdırdıqca o günün əhəmiyyəti daha da artır.
Və mən arzu edirəm ki, vaxt gələcək Azərbaycan, böyük Azərbaycan öz layiq olduğu tarixi ərazisində var olanda bizim bu şəhidlərimizin xidmətləri bir daha xatırlanacaq, hər dəfə xatırlanacaq və daha yüksəkdə vurğulanacaq. Çünki bu tarixi fürsət, bu tarixi 44 günlük müharibədə əldə olunmuş zəfər bizim gələcək bütün zəfərlərimizin təməl daşı oldu. Uğurlar Azərbaycanındır, böyük Azərbaycanındır. Şəhid Səbuhi Əsədov haqqında biz artıq bir neçə kitabı ərsəyə gətirmişik. Azərbaycanın Fədakarlıq Məktəbi silsiləsindən olan bir kitabda onun bütün həyat yolu və döyüş yolu əks olunub və hazırda isə Haqq şairi biz kitabını hazırlayırıq. Yaxın vaxtlarda biz bunu Respublika İctimaiyyətinə təqdim edəcəyik. Və bu qeyd eləmək istəyirəm ki, Səbuhi Əsədovun ən böyük bir cəhəti onun şeir yazması idi. Bugün vurğulanmalıdır və onun şeir yazmasını nəzərə alaraq Haqq şairi kitabını ərsəyə gətiririk və Nizami Gəncəvi Sirlər Xəzinəsində demişdir: cəsarət meydanında kimlər tutdu gör səfi, əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi. Və bu tədbirdə, bu mərasimdə iştirak edənlər hamısı var olsun. Şəhidimizin xatirəsinə hərə öz töhfəsini bildiyi formada verib, hər biri dəyərlidir və zaman keçdikcə Azərbaycan xalqının hər bir vətəndaşı düşünürəm ki, gəlib bir-bir şəhidlərimizin muzeylərini, onların boya başa çatdığı məkanları ziyarət etməlidir və edəcəklər. Çünki bu da artıq böyük bir mədəniyyətə çevrilib, şəhid ocağı. Və burada biz şəhidin büstünü görürük, zəhmət olmasa onu qeyd edərsiniz. Və biz inşallah nail olacağıq ki, o büst Azərbaycan xalqının hamısının görə bildiyi bir məkanda tezliklə qoyulacaq. İnşallah. Bütün şəhidlərimiz üçün. Çox sağ olun Azər müəllim. Allah sizi və sizin kimi dəyərli insanları qorusun. Həqiqətən də burada hamısı dəyərli insanlardır. Allah sizi var eləsin. Bir şey də qeyd etmək istəyirəm ki, bir hardasa 6-7 ayın sözüdür. Bir tanınmış ziyalı adamla biz elə bir ki, bir səfərə çıxdıq. Şəhid valideynləri ilə. Bir 10 nəfər şəhid valideyni var idi orada. Əvvəlімsə Nam müəllim də orada idi. Yəni ki, orada adam mənə dediyi söz, yəni həmişə mən xatırlayıram ki, mənə qayıt dedi ki, sən bu adamları hardan tapmısan? Mənə dedi ki, bunlar hamısı deyir, gözəl insanlardır, dəyərli insanlardır. İçlərində bir dənə eləsi yoxdur ki, yəni adam nəsə bir narahatçılıq versin. Bəzən olur axı, 5 nəfər yola çıxanda görsən, biri nəsə narahatçılıq verir, ya 2 nəsə narahatçılıq. 10 nəfər haradasa şəhid atası idi, bir də 2-3 nəfər də biz idik. Yəqin orada olmuyor. Ki, Azər olmuyor. Yox, o birisi. O birisi də. Yəqin o birisi olmuyor. Onu qeyd etmək istəyirəm ki, mən qayıtdım bura deyim ki, dedim, mən bunları seçməmişəm. Bunlar hamısı Allah sesi, bunlar hamısı şəhid valideynləridir. Bu həqiqətən də Allah hamd olsun. Bu elə bu ocaq olsun, Namiq müəllim olsun, yəni sizlər olsun. Burada olmayanlar da var bizim qardaşlar. İndi Allah'ın hamısının adını sadalaya bilmərəm. Şakir qardaşımız olsun, Bəhruz müəllim olsun, Elçin müəllim olsun, Mirqiyas müəllim olsun, Hacı Füzuli, Hacı İlham, yəni Şahin qardaşımız, Şahinlər daha doğrusu, Sənanın atası, bir də Nizatın atası. Yəni çoxdur da, Allah can sağlığı versin. Yəni bunlar hamısı Allah'ın olsun. Belə ailəlicə adamın ürəyini elə öz anamız, bacımız kimi bilirik. Yəni ki, o necə deyərlər, ürəklə ana deyirsən, bacı deyirsən, ürəklə belə elə adam olur ki, görsən ki, bəzən o xarici görkəmlə və yaxud özün aparmağından kiməsə biraz məcbur qalıb deyirsən, ay ana, ay bacı, deməlisən etiqa xatirinə. Ancaq bu insanlara Allah'ın olsun, bu ailələrə ürəklə ana bacı deyirsən. Yəni o iffətdə, o ismətdədirlər. Allah sizləri bizə çox görməsin. Allah'ın olsun. Siz orada yoxdunuz, bəlkə də bilməm orada yoxdur. Bəhruz müəllimkindən bir yerdir, Elçingillər. Deyirəm ki, olarsız qala bilmirəm. Allah'ın olsun. Biraz görsən ki, aralı düşürəm, elə bir ki, onun yeri gəlir. Yəni sizlərin yeri gəlir. Allah'ın olsun. Biz neynə söylə sizin borcundan çıxa bilmərik. Çünki sizin övladlarınız bizə mənəvi paşırıq qismət ediblər. Mənəvi paşırıq veriblər. Bu, heç nəylə əvəz olunmur. Həqiqət, başa düşər adam üçün bu əvəz olunmaz bir şeydir. Biz bu günləri açıq səmada, azad ölkənin, qalib ölkənin vətəndaşı kimi gəzirik. Bu, əsrlər boyu dünya üçün bir nümunə oldu. Bizim qəhrəmanlarımız təkcə hər meydanında qəhrəmanlıq göstərmədi. Onlar, bax görürsünüz, dostluq nümunəsini göstərdilər. Dost necə olmalıdır? Əsl dost necə olmalıdır? Yəni, bütün sahələrdə, yəni millətimizin həmrəy olmağı, bu cürəndə görürsünüz nə gözəldir. Elə müharibəni
udmağımızın da, belə bir unikal qələbə salmağımızın da səbəbi onda idi ki, biz hamımız bir olduq, həmrəy olduq. Allah bizləri həmişə bir eləsin, həmrəy eləsin. Yəni şəhidlərimizin bizə əmanət qoyub getdiyi valideynlərin, övladların biz də göz bəbəyi kimi qoruyaq, saxlayaq, diqqətdə saxlayaq. Torpaqlarımızı, onların torpağı da bizə əmanət verirlər və bu torpaqlarımızı da qorumalıyıq. Ən əsası da ki, biz həm də bütün bunlarla bərabər milli, mənəvi dəyərlərimizi də qorumalıyıq, saxlamalıyıq, gələcək nəsillərimizə ötürməliyik. Bizim dəyərlərimizdə bir balaca o sahədə görsən geriləmə var. Əvvəlki dəyərlərdə bəzi görsən ki, biraz o ki yollar açıldı, biraz dünyaya açıldı, görsən ki, bəzi dəyərlər itir. Amma bizim çox gözəl mənəvi dəyərlərimiz olub. Yəni heç nə ilə əvəz olunmayan böyük, kiçik yeri, qadın yeri, kişi yeri və bu şeylər bizdə bərpa olunmalıdır. Əlbəttə ki, bunlar hamı bu iş üçün çalışmalıdır. Hər kəs öz evindən, öz ailəsindən çalışmalıdır ki, bizim bu milli mənəvi dəyərlər o inkişaf eləsin, günü-gündən çiçəklənsin. Yəni torpaqlarımızı qorumalıyıq, gələcək nəsillərə çatdırmalıyıq. Allah sizləri var eləsin, Allah sizləri qorusun inşallah. Allah sizin başınızı uca eləsin. Həqiqətən də bu içdən deyirəm bunu. Sizin haqqınız ödənməz. Var olun, sağ olun. Allah köməyiniz olsun. Sağ olun. Həmişə gözəl, xoş günlərdə görüşək. Bax, bu özü də elə bir xoş gündür. Bu nəri buraya qışmışıq ki, şəhidimizin mevludunu qeyd ediriksə, bu da elə bir başa düşən adam üçün gözəl, xoş gündür. Elə biz şükür Allah ki, hər birimiz bunu dərk edirik, başa düşürük. Azəm müəllim, sağ olun. Allah sizin başınızı uca eləsin. Çox dəyərli insanlarsınız. Vallahi Allah köməyiniz olsun. Mənim xəyallarım vardı, mənim öz dünyam vardı, mənim sevdiyim vardı, mənim sevgilim vardı. Ana, mən şəhid oldum, yerim gözəldi, təki ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Vətən sağ olsun, İlahi əsgərlərimizi qoru. Vətən sağ olsun. Mənim çox deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Mübarək olsun. Mənim bir vətənim var, Azərbaycanım, doğma diyarım. Ana, mən şəhid oldum, yerim gözəldir, təki ağlama. Canım, Ağlama. canım sevgilim, bağışla məni, səni tək qoy.